Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, gözəl bir yerdə, nəmişlik olmayan ərazidə, quru yerdə, demək olar mərkəzdə yaxın hissədə, marşrutlardan haradasa 200-250 metr məsafədə 4 otaqlı, təmirli, gözəl bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırım, hörmətli izləyicilər, ev yaşayışdır. Evdir, təmirdə super əla vəziyyətdədir. Həyətində belə gördüyünüz kimi yüngülvari, gül çiçəyi var. Giriş dərvazası rahat, həyətinə rahat 2 maşın rahat daxil ola bilər. Ev altı qarajlıdır. Ev sahibi özü üçün burada bir yayda oturmaq üçün belə bir gözəl bir şərait yaradıb. Gördüyünüz kimi bax burada dostları ilə, qonaqlarla oturmaq üçün gözəl bir şərait yaradıb. Gördüyünüz kimi hörmətli izləyicilər, bura qaraj hissədir. Qaraj ləğv verib. Burada zirzəmi hissəsidir. Zirzəmi hissəsi hündürlük, boy verir, rahat artıq əşyaları yığmaq üçün əlverişlidir. Gördüyünüz kimi hörmətli izləyicilər, ev sahibi təzəlicə bura istiyəşqa verib, qaldırıb rahat. Yəni bunu da nəzərinizə çatdırım. Keçək bura, baxın bura. Təzəcə istiyəşqa da verib, evi elə bir buranın torpağıdır deyə öz istiyəşqa verib, təzəlicə verib. Yəni nəmişliyi həqiqətən yoxdur bu ərazidə. Keçən də evin içi ilə tanış olaq, yuxarı hissələrindən. Bu hissəndə gördünüz, burada da yayda zətdə oturmaq üçün belə bir şərait yaradıb. Qalxağın da yuxarı ilə tanış olaq. Ev əşyalı satılır, nəzərinizə çatdırın, bir dənə elektroniklərdən başqa. Özdə qiymətli endirilib. Əvvəl biz bunu biraz baha qoyulmuşdu. Daxil oluruq evin içinə. Evin təmirinə söhbət ola bilməz, hörmətli izləyicilər. Keçirik, indi evin içinə tanış oluruq. Girən kimi, gördüyünüz kimi geniş dəhliz. Dəhlizin eni haradasa rahat 2 metr var. Ürək açan dəhlizdir. Gördüyünüz kimi evin təmiri gözəl, əlverişli. Sol tərəfdə qonaq otağı. Bax, buradan da bir dənə çəkirəm. Elektronları çıxmaq şərti ilə mebellər qalır evin içində. Ev əvvəlcədən 155 minə qoyulub bazarda. İndi endirilib. Mətbəx hissəsidir. Geniş mətbəx, ürək açan. Baxın, mətbəxin də genişliyi həqiqətən ürək açandır. Burada yenə bir yataq otağıdır. Bura əslində uşaq otağıdır. Haradasa 12-14 kvadrat olar. Bir yataq otağı da buradadır. Genişdir, ürək açandır. Üçün haradasa 3 metr rahat var. Bir 5 metr də belə uzunluğudur. Rahat 15 kvadrat. Bir yataq otağı da buradadır. 3-ün 5'ə də buradadır. 15 də buradadır haradasa. Hörmətli izləyicilər, bax gördüyünüz kimi evin təmiri də gözəl, səliqəli vəziyyətdədir. Evin təmirində problem yoxdur. Sonunda dəhlizin sonunda sanuzeldir. Sanuzeldə gördüyünüz kimi təmiri vəziyyətdədir. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Zəng vuran zaman kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Sənədi, bələdiyyə sənədidir. Əvvəl bu ev 155 min bazarda əşyalı danışılıb. İndi isə 142 min nəzərdə tutulub. 142 min start qiymət kimi yenə də nəzərdə tutulub. Real alıcısı endirmə yenə ev sahibi ilə danışacaqsınız. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah satana da xeyir versin, Allah alana da. Mətbəxinə bax, genişliyi, o xanımların ən çox sevdiyi mətbəxin genişliyi, zalın genişliyi hamısı göz qabağındadır. Sona qədər izlədiyi üçün də təşəkkür edirik.